Bir gün Əliağa Vahid Bakının Zığ kəndindən toydan çıxarkən gecənin bir yarısı yolun qırağında dayanır. İki nəfər yaxınlaşır Əliağa Vahidə, üstünə bıçaq çəkirlər və tələb eləyirlər ki, kostyumunu çıxart. Əliağa Vahid deyir ki, bəs mən Vahidəm, bu üst başda mənim deyil, dostumdan almışam bu kostyumu. Deyirlər ki, biz bilmərik Vahidsən, biz bugün aparmağa çıxmışıq. Və bunlar təkid eləyirlər. Biri Vahidin üstünə bıçaq çəkir, biri isə kostyumun düymələrini açır. Bu dəmdə Əliağa Vahid bədahətən deyir ki, bancı apararlar tamam olanda, insanlar soyunur hamam olanda. İnanıram siz məndən əl çəkərsiniz, dilimdə peyğəmbər imam olanda. Vahidin bu sözündən sonra fikirlərindən daşınırlar və hətta Əliağa Vahiddən üzr istəyib ondan ayrılırlar.